Değerli yurtseverler, bugün 17 iyun 2025 yıl tarixində doğma yurdumuzun, yani Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin ağsaqqalı, çoxumuzun müəllimi olmuş el ağsaqqalı, həm də müəllimimiz olan Müslüm müəllim bugün doğma yurda qədəm basıb və ilk olaraq o şəhidlərimizi xatirə lövhəsinin qarşısında şəhidlərimizin Allah rəhmət eləsin deyib, ruhlarının şad olmasını diləyib. İndi biz kəndimizin, yəni doğma yurdumuzun giriş hissəsində məlum şəhidlər adına olan xatirə lövhəsinin yanındayıq. Müslüm müəllim imkan olsa, Müslüm müəllim kəndə gəlmişsiniz, şəhidlərimizi ziyarət edirsiniz. Kəndimiz haqqında nə deyə bilərsiniz bir? Allah şəhidlərimizə rəhmət eləsin. Onlar şəhid olublar. Xalq yolunda, millət yolunda şəhid olublar. Allah onlara rəhmət eləsin. Qəni rəhmət olsun. Allah. O gün olsun kəndimizə. O gün olsun kəndimizə qayıdaq. Qayıdaq kəndimizə, onları da yad eləyək. Xeyir işlər olsun. Xeyir işlər olsun kəndimizdə. Çox sağ olun Müslüm müəllim, çox sağ olun, qədəmləriniz mübarək olsun, düşərli olsun elimiz üçün. Faiq, Müslüm müəllim oğlu Faiq da buradadır, kəndimizin elə necə deyirlər, həmişə təsvibini çəkən bu doğma yurdun, el-obanın doğma yurdun övladı olaraq Faiq dinləyirik. Allah rəhmət eləsin şəhidlərimizə, Allah ruhları şad olsun. O gün olsun ki, kəndimizə qayıdaq, belə xeyir işlər olsun, şən günlər olsun. Papam danışdı, papam çox qəhərləndi, yəni danışa bilmədi. Dedi ki, mən bir o qədər danışa bilmərəm, kəndimi elə görmək. Bayaqdan gələndə kəndi Alıbəylini, İrəbəni, hansı kəndləri dedi, ondan gördük ki, biraz tutuldu. Ona görə də papam biraz az danışdı, yəni danışacaq indi, yəqin ki, birazdan da şəhidlərimizin qəbrinin üstündə də olacaq, orada da çıxış olacaq. Allah kəndimizə, elimizə, obamıza versin, o günlər olsun, şadlıqlar olsun. Allah rəhmət eləsin beləncə şəhidlərimizə, Allah rəhmət eləsin. Allah səbir versin ailələrinə, qardaşlarına, bacılarına. Sağ olun, kənd zamanı. Çox sağ olun. Çox sağ olun. Kimi elimizin, obamızın ağsaqqalı Müslüm müəllim bugün 17 iyun 2025 yıl tarixində 32 ildən sonra belə deyək, çox bir müddətdə ayrıldığı kəndə qədəm basıb, öz sözlərin dedi, Faiq dediyi kimi biraz kövrəlib, yaşlı olsun bana baxmayaraq. Qədəmləri mübarək olsun Müslüm müəllimin. Şimdi gəlib kəndi ziyarət eləyəcək və bu haqda mütəmadi məlumatlar verəcək. El-oba sakinlərimizə, vətənsevərlərimizə, yurtsevərlərimizə. Bir daha sağ olaq, Müslüm müəllim, qədəmləriniz mübarək olsun. Bu el-obaya qədəm bastınız, bu yaşda dediniz, hökmən mən gedib oranı ziyarət edəcəm. Allahımız nəsib elədi ona. Faiq də sizin bu istəyinizi yerinə yetirir. Sağ olun, qazilərimizə can sağlığı, eləcə də doğma yurdumuzda həmişə belə xeyir işlərə gərək qayıdaq burada yaşayışımızı və həyatımızı davam edək. Allah rəhmət eləsin, şəhidimiz Etibar Xanışoğlu Cəfərovun anım gününə hazırlıqla əlaqədar bu hazırlıq işlərinin yekunlaşması üzrə baxış keçirildi. Hər şey normasındadır, inşallah Tanrının izni ilə ayın 22-sində burada anım mərasimi keçiriləcək. Bugün isə elimizin, obamızın ağsaqqalı müəllimi, ağsaqqal müəllimi, öz şagirdi olan şəhid Etibar Cəfərovun ziyarətinə gəlib, onu ziyarət edib və arzuluyur ki, bütün doğma yurtda olanlarımızı bu anım tədbirində imkanı daxilində iştirak eləsinlər. Bu, indi burada ziyarət edən Nazım bəy, şərmə deyərdiniz. Ayın 22'sinde şəhidimizin anı
Oğlunda Allah Onun oğlunda şəhid var. etibar Ədiyən Allah şəhidimizin rəhmət. sağlığında Müslüm müəllim, şagirdin de etibar, o Xanış Zəfərovun. Xanış kişinin oğlu etibardır, şəhid sənin şagirdin olub. Allah rahmet eylesin ona. Ben de yaşaydım olsun. Hə, Allah rahmet eylesin. Allah rəhmət eləsin. amin, amin. Çox sağ olun ziyarətə gəldiyiniz üçün. Bir elin ağsaqqalı kimi öz tələbinizin. Bunu da kənd cəmaatı, el oba yığışıb şəhidin bu qəbri dağıtmışdılar. Hamısı yığışıb bu qəbri təzədən məzarı bərpa elədilər. Sağ ol, sağ ol. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olun, Allah rəhmət eləsin, qəbri nurla dolsun. Şəkil alasın. Gel, gel buraya. Yine burada dur, burada dur. Əziz yurdsevərlər, qeyd etdiyimiz kimi, bayaq şəhidimiz Etibar Cəfərovun məzarını ziyarətdən sonra indi elimizin ağsaqqalı müəllimi, Müslüm müəllim Fəxrəddin Piriyevin məzarını ziyarət edir. Yəni onu hamımızın arzusu idi ki, onun da qədəmləri bu doğma yurdumuza dəysin. Allah şəhidlərimizə rəhmət eləsin. Və hazırlıq işlərinin yekunlaşması ilə əlaqədar baxış keçirildi və gələcək nümayəndə heyətinə elan edirik ki, hər şey hazırdır, tədbirə tam hazırlıq işləri başa çatdırılır. Müslüm müəllim, Fəxrəddin haqqında nə deyə bilərsən? Qardaşın oğlu, şəhidimiz, yadımdadır da necə onu gətirib dəfn elədik o vaxtlar. Fəxrəddinin Allah rəhmət eləsin. Allah rahmet eylesin Fəxrəddinə. Allah sana rahmet eylesin. Yerin meşrinin olsun. sağ olun Müslüm müəllim, çox sağ olun. Allah rəhmət eləsin. Fəxrəddin bizim elin obanın şəhididir. Bu yurdun vətən sevgisinin tarih nümunəsidir. Torpaqda iki şəhidimiz vətəndaşına görüb torpağımızda oldu. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirlərin nurla dolsun. Şəhidlərimiz Etibar Cəfərovun və Fəxrəddin Piriyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diliyirik. Onların sayəsində, qanları, canları sayəsində bu doğma yurdumuzda digər ərazilərimiz kimi azad olmuşdur. Və bir daha qeyd edirik ki, ayın 22-si burada keçirəcəyimiz anım tədbiri ilə əlaqədar hazırlıq işlərinin yekunu ilə əlaqədar baxış keçirildi əraziyə və ərazi tədbirimizi keçirmək üçün tam hazırdır. Bir daha şəhidlərimizə rəhmət diliyirik Allahdan və Müslüm müəllimə, elimizin ağsaqqalına, Tatar Qaraqanlı Qiyaslı icması adından təşəkkür edirik ki, minnətdarlıq edirik ki, gəldi. Bu elə həm yekun işimizə baxdı, həm də ki, imkanı sayəsində ziyarət etdi, şəhidlərimizin qəbirlərini ziyarət etdi. Bir daha Müslüm müəllim, sağ olun, sizə təşəkkür edirik təşkilat adından, icma adından. Var olun, belə şəhidlərimizə də Allah rəhmət eləsin, ruhları şad olsun, məkanları cənnət olsun. Müslüm müəllim, Tanrıya şükürlər olsun ki, vaxtı ilə dərs dediyin məktəbdir bura, bax məktəb. İndi ora biraz otluq zad olduğuna görə tam səni yaxınlaşdıra bilmirik. Tatar məktəbi 8 illik, sonra da 10 illik oldu. Hə, sonra da 10 illik. Mavin iş zabıt işləyirdi, nə zabıt? Müəllim. Halallıqla zavuz işlədi, nə halallıqla. Bax, həmən məktəbdir. Gətirdik, ziyarət elədin. Nə qalıb yadında məktəbdən? Bax, həmən məktəbdir. Neçə il işləmişsən burada?
Çox da. Uzun müddət. 10 il. Ha, Ha, yuxarı, nə çox. yadında qalıb burada? Dərs deyirdim məktəbdə həmişə. Uşaqlara dərs Dərs deyirdim. deyirdik. Hamısı yaxşı oxuyanlar da var idi. Ha. Ha, Allah canını sağ eləsin. Müəllim yoldaşlarım vardı, rəhmətə gediblər. Allah onlara rəhmət eləsin. Kim qalıb yadında? Müəllimlərdən. Sabir müəllim rəhmətli, Salih müəllim, Sətənə müəllimə, Salih idi, Sətan idi. Sabir idi. Zahra müəllimə, Sahra müəllimi. Su müəllim. Şu müəllim. Hamısı Allah rəhmət eləsin. Səltənət müəllim. Sonra kim cavanlar gəlmişdi, sonra yeni nəsil. Hidayət müəllim var idi, Allah rəhmət eləsin. Ha, bir daha Tanrı'ya şükür olsun ki geldin ziyaret eyledin. 32-33 ildən sonra papa sən gəldin bu məktəbə, yenə bax bura sağ salamat balalarınla bir yerdə bu məktəbin yanında şəkil çəkdirdin. Allah səni var eləsin, Allah səni bizim üstündən, bizim ailədən, qardaş bacımızı, yerdən obadan əksik eləməsin. Allah səni var eləsin papa. Kəndimizin Qaraqoyunlu, bax Qaraqoyunlu, Tatar qiyaslı kəndlərin ümumi görünüşüdür. Bu da məktəbdir. Müslüm müəllimi gətirdi, burada ziyarət elədi. Bu da bütün yurtsevərlər adından, necə deyərlər, onların arzusu idi. Müslüm müəllim də gəlsin, buranı ziyarət eləsin. O da gəldi. Uzun müddət çalışdığı bu məktəbi ziyarət elədi. Düzdür, kövrəlib, biraz tam fikrini çatdıra bilmirdi kövrəldiyinə görə. Amma yenə əsas odur ki, gəldi qədəmləri bu yurda, bu torpağa. Bir də neçə, 32 ildən sonra burada gəlib ziyarət elədi. Diqqətinizə görə sağ olun, ziyarətimiz davam edir. Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsi adından elimizin ağsaqqalı Müslüm müəllimə el obanı səyahət etdiyi üçün təşəkkür edir. 17 iyun 2025-ci il.